Yaxşı. Dedik ki, qiraətlərin müxtəlifliyi nə cəhətdən müxtəlifliyi var? 7 cəhətdən. 7 cəhətdən müxtəlif növ qiraətlər olub. Dedik daha az, düzdür? Bir yaxşı, bildik. Bunların səbəbi nədir? Yəni, bunda xəstəlik var, filan xəstəlik. Bu xəstəliklərdir. Bunları bildik, hə? Bu xəstəliklərin səbəbi nədir bəs? Əvvəl həkim tapır. Məsələn, bunda filan xəstəlik var. Düzdür? Tapandan sonra nə deyir? Deyir, hə, bunun ki, filan yeri ağrıyır, bax, bunun səbəbi budur. Nə kimi səbəblər var ki, müxtəlif qiraətlər ortaya çıxdı? Yəni, demişik bunu azdan çoxundan, mümkün bu günlər bəzi fərqli cavablar verək və təkrar və yaxud da yeni cavablar verək. Müxtəlif qiraətlərin ortaya çıxmasına və səbəblər nə idi? 1. Peyğəmbərin özünün qiraətinin müxtəlifliyi. Necə yəni? Deyir, hə, Peyğəmbər özü fərqli oxuyurdu. Deyir, necə, nə deməkdir bu? Nə demək istəyirsən? Deyir, hə, Peyğəmbərin dövründə, məsələn, bir sahabə belə oxuyurdu, o biri elə oxuyurdu. Bunların düşərsən söz-söhbət, gəlirlər Peyğəmbərin yanına. Peyğəmbər deyir ki, hə, sən düz oxuyursan, sən düz oxuyursan. Peyğəmbər, axı, necə oldu bu? Deyir, hər közə, mən keçmişəm dərs. Bu da düz oxuyur, bu da düz oxuyur. Deyir, axı, Peyğəmbər, bu necə ola bilər ki, Quranda? Deyir, hə, bilirsən, Quran hərfləri, Quran 7 hərf üzərində nazil olub deyə 7 stildə oxuya bilərsən. Biz bunu danışmışıq, biz geniş ki, 7 hərf saxta hədisdir, düzdür. İndi burada bu ünvanda deyir. Yəni, gətirdiyi, belə izah ürəyaçan deyil. Mən buradan oxuyaq baxdım ki, yox, bu nəsə səbəb ünvanında deyilsə, axı bu səbəb deyil. Çünki 7 hərf rivayəti kökünün yanlış olmasını biz isbat eləmişik. Quran elmə dərsimizdə, sizin yadınızdadır. Bu səbəb belə deyə bilərlər ki, hə, Peyğəmbərin dövründə olmasa da Peyğəmbərdən sonra fərqli qiraətlər ortaya çıxdı. Hə, bu desələr uyğun ola bilər. Amma Peyğəmbər cəmaata 2 növ oxumaq öyrədib, bu səhv fikirdir. Çünki 7 qiraət növü var, 4 qiraət növü deyənlər var, 10 hərf üzərində deyənlər var. Bu 7 hərf 7 qiraətdir, 7 ləhcədir. Quran-Kərimin 7 mövzusudur. O mövzular bir-birindən fərqlidir. Rəvayət etibarı deyil və ilaxır. Məsələn, deyirlər ki, müxtəlif qiraətlər olub. Peyğəmbər məsələsində bir neçə yerdə belə oxuyub. Muttəkiinə alə, Quranda var, Ər-Rəhman 76-cı adə. Alə rafrafim, deyir, Peyğəmbər gəlmiş, rafraf sözün rəfarif oxuyub. Deyir də yəni. Mənbəsi hamısının var, mənbə qeyd edirəm, burada mənbə var. Hansı yerdəndir. Və yaxud da səcdə 28-ci ayədə Fələ tə'ləmu nəfsün mə uxfiyə ləhum min qurratin kəməsi var. Deyirlər ona Peyğəmbər qurratin yox, qurratin oxuyub. Və yaxud da 3-cü, deyirlər ki, Peyğəmbər Fatihədə Məlik Yavmiddin yox, həm də Məlik Yavmiddin oxuyub. Ki, bunlar fakta əsaslanmır əsasdır. Yəni, Allah bücə Quran-Kərim göndərirsə, Peyğəmbər öz bunu necə oxuya bilməz təbii ki. İkinci səbəb, yəni qiraətlərin müxtəlif növdə oxumaların səbəbi nədir? Burada harasa 5 ilə qeyd edilir, mən də 10 dəqiqəyə çatdıra bilsəm, pis olmaz. Deyir, qiraətlərin müxtəlifliyin səbəbinin ikincisi budur ki, Peyğəmbərin qarşısında cəmaat oxuyurdu fərqli. Peyğəmbər hamısını təsdiqləyirdi. Bu da nəsə bir qəribə gəlir də. Birinci nə oldu? Peyğəmbərin özü fərqli oxuyub. BD-də, bu da birincisində var idi. Peyğəmbərin 2 növ təlimi. Əsas götürülür burada Peyğəmbərin fərqli qiraəti və ikinci gəlir Peyğəmbərin özünün fərqli qiraətlərin hər birini təsdiqləməsi. Məsələn, burada çoxdur, mən bəhsini qeyd edəcəm. Burada gəlib çıxır, deyir, deməli, müxtəlif vardı qəbilələr Peyğəmbərin dövründə. Həmin qəbilələr öz ləhcələrinə uyğun, onlar rahatlıq, asanlıq olması naminə müxtəlif növ oxuyurdular. Peyğəmbər də hər birini təsdiq edirdi. Məsələn, Yusuf 35-ci ayda həttə hin
kəlməsini həttə yox, ət-təhin oxuyurdular. Və yaxud da Bəqərə 33-cü ayədə olan tə'ləmun kəlməsini ti'ləmu oxuyurdular. Tənin yerinə ti. Təsvəddu kəlməsini tisvəddu. Alimran 106-cı ayədə. Və Yasin 60-cı ayədə ələm əhəd kəlməsini bəzən ələm i'həd oxuyurdu. Güya bunlar Peyğəmbər təsdiqlənmiş. Üçüncü, nuzul, ixtilaf-ı nuzul, nazil olmanın müxtəlifliyi. Necə nazil olmanın müxtəlifliyi? Quran-Kərim bir növ nazil olub da. Deyir, bax, bu nə deməkdir? Peyğəmbər oxumuşuz da biz, neçə dəfə Cəbrayillə ildə, Ramazanla xüsusəndə müqabilə eləyərdi, ona Quran-Kərim təqdim eləyərdi, yəni bir-birinə sahib olsun deyə və s. Deyir, hər dəfə Peyğəmbər deyimiz Ramazan ayında müqabilə eləyəndə Cəbrayillə, məsələn, bu dəfə gəlib bunu deyirdi, gələn Ramazanda müqabilə eləyəndə, Cəbrailə təqdim eləyəndə, göyə Cəbrayillə bunun yanlışı, belə deyək, hansı bir doğruluq ünvanında, təsdiq ünvanında, məsələn, belə yox, belə, düzəldəmiş bunun eybini, səhvini. Peyğəmbər gəlib deyəmiş ki, keçən Ramazanla mən sizə deyim ki, Ramazanda, məsələn, həttə oxuyun. İndi Cəbrayillə mən oturdum, Ramazandan danışdım, mənə deyir ki, ətdə oxuyun. Nətə yana bu? Mənbə, baxın, bəzi hallar əzizə, mən dəfən demişəm, tərəfdən çəkinmin, hörmətli ilə qorxmayın. Və tərəfin sənə qarşı qoyduğu sübutların hamısı sübut sayılmır. Məsələn, filan şey bu da filan şeyə görə. Baxın, bu adamın iddiası da səhvdir. İddiası müqabilində ortaya qoyduğu fakt da səhvdir. Bir səhv eləyib, səhvinə bəraət qazandırmaq üçün ortaya qoyduğu üzr də səhvdir. Bu artıq 12-ci səhvidir. Əməllə səhvdir, ortaya qoyduğu üzr də səhvdir. Deyir ki, Peyğəmbər məsələn üçün bir dəfə oturanda Cəbrayillə belə danışırdı, gələn dəfə oturan Cəbrayillə başqa da danışırdı və gəlib məsələn, bizə deyirdi ki, indi oturdu, məsələn üçün, belə oldu ki, məsələn, belə oxuyasınız. O görə deyir, nazil, Quran-Kərimimizin ayəsinin hər il, orucu ayında və digər aylarda nazil olurdu. Nazil olmanın müxtəlifliyinə görə fərqli qiraətlər ortaya çıxdı. İndi bunlar hamısı etibarlı sözlər deyil, bunlar hamısı yaxın necə Peyğəmbərə neçə növ. Məsələn, bura cəmaat çaşar, cəmaat indi hələ gəlirlər dinimizə, belə oxuyun, yox, indi elə oxuyun, yox, belə oxuyun, cəmaat qaçar dinindən.